Azərbaycan Memarlıq və İnşaat Universitetinin 50 illiyi münasibətilə Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə universitetin bir sıra əməkdaşları təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Prezident İlham Əliyev Qətər dövlətinin əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Əl Thaniyə milli bayram münasibətilə təbrik məktubu ünvanlayıb. Azərbaycandan Ermənistana göndərilən neft məhsullarının ilk partiyası Bakı yük stansiyasından Biləcər stansiyasına çatdırılıb və oradan Böyük Kəsik stansiyası istiqamətində hərəkətə başlayıb. 22 vaqona yüklənmiş ümumilikdə 1220 ton AE95 markalı avtomobil yanacağı Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin yük qatarı ilə axşam saatlarında Ağstafa rayonunda yerləşən Böyük Kəsik stansiyasına çatdırılacaq. Yük daha sonra Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana göndəriləcək. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin oktyabr ayında imzaladığı qərarla işğal dövründən bəri qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu istiqamətdə daşımalar davam edir. Bugün Azərbaycan Dövlət Neft Şirkəti ilk dəfə olaraq yerli mənşəli neft məhsullarının Ermənistana tədarükünü həyata keçirib. Ağdamda mülki şəxs Məlik Məmmədov minaya düşərək xəsarət alıb. Hadisə Çəmənli kəndində təsərrüfat sahəsində səpin işləri aparılarkən baş verib. Onun ilkin müayinəsi əvvəlcə Ağdamdakı xəstəxanada aparılıb. Daha sonra müalicəsinin ixtisaslı tibb müəssisəsinə aparılması qərarı alınıb və zərər çəkən Mingəçevirdəki hospitala təxliyə edilib. Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Mina Təmizləmə Agentliyi Ağdam rayonunda mina hadisəsi ilə bağlı birgə məlumat yayıb. Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır. Salyanda ölümlə nəticələnən yol qəzası olub. Hadisə bugün səhər saatlarında Köhnə Ələt-Astara magistralının rayonun aşağı Kürkənd kənd ərazisindən keçən Köçay üzərindəki körpüdə qeyd alınıb. Priora markalı avtomobil sərnişin avtobusu ilə toqquşub. Qəza nəticəsində Neftçala rayonunun Xıllıq qəsəbə sakini 37 yaşlı Zeygəm İbrahimov hadisə yerində ölüb. Yaralılar Salyan rayon Beştalı kənd sakini 41 yaşlı Neymət Ağayev, Neftçalanın Şorkənd kənd sakini 33 yaşlı Zahid Balakişiyev Salyan rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin xilas ediciləri avtomobildə sıxılı qalmış meyidi çıxararaq aidiyyatı üzrə təhvil veriblər. Paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yol nəqliyyat qəzası baş verib. MAN markalı yük avtomobilinin idarəetməni itirərək yol kənarında quraşdırılan reklam dirəyinə çırpılması nəticəsində yol qəza hadisəsi baş verib və avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə deformasiyaya uğramış avtomobildə köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin xüsusi riskli xilas etmə xidmətinin xilas ediciləri cəlb edilib. Xilas edicilər xüsusi vasitələrin köməyi ilə sürücü 40 yaşlı Əlibaba Səmədovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Ağsuda vətəndaşların etibarından sui-istifadə edərək onların maddi vəsaitini ələ keçirən 34 yaşlı Kamran Abdullayev saxlanılıb. O, saxta sənədlər hazırlayaraq vətəndaşların dövlət qurumlarında olan işlərini müsbət həll edəcəyinə dair yalan vədlər verib və bu kimi dələduzluq əməlləri ilə onların pulunu ələ keçirib. Kamran Abdullayev barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə o bir ay müddətinə inzibati qaydada həbs edilib. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump 2025-ci ilin yekunları ilə bağlı xalqa müraciət edib. 11 ay əvvəl mən bir xaosu miras aldım. Hazırda onun düzəldilməsi ilə məşğulam sözləri ilə çıxışına başlayan Trump, əsasən demokratların sələfi Joseph Bidenin idarəçiliyini tənqid edərək daxili və xarici siyasət məsələləri, xüsusilə miqrantlar, cinayətkarlıq, artan qiymətlər və digər problemlərə diqqət çəkib. Trump iddia edib ki, Birləşmiş Ştatları bütün dünyaya güldürürlər, lakin artıq o vəziyyəti dəyişib. Prezidentliyinin 11 ayında ölkəyə daxil olan narkotik vasitələrin həcmini əhəmiyyətli dərəcədə azaltdığını açıqlayan Birləşmiş Ştatlar lideri ölkə iqtisadiyyatına 18 trilyon dollar investisiya axınını təmin etdiyini və tətbiq olunan rüsumların rolunu vurğulayıb. Vətəndaşların sosial şəraitinin yaxşılaşdırılmasını nəzərdə tutan addımlar açıqlayıb. Bundan başqa Amerika Birləşmiş Ştatları prezidenti Qəzzada müharibənin başa çatmasında rolunu da qeyd edib. 3000 ildə ilk dəfə yaxın şərqə sülh gəldi deyə Trump çıxışında vurğulayıb. Sonda prezident Amerikalıları milad münasibətilə təbrik edib. Amerika Birləşmiş Ştatları hökuməti 11,1 milyard dollarlıq silah və hərbi texnikanın satışını təsdiqləyib. Bloomberg agentliyinin məlumatına görə müqaviləyə ümumi dəyəri 4,5 milyard dollar olan HIMARS çoxməqsədli raket sistemləri, 4 milyard dollarlıq özü yeriyən haubitsalar, tank əleyhinə raketlər, dronlar və digər avadanlıqlar komponentləri daxil olmaqla 8 növ silah və texnikanın tədarükü daxildir. Analitiklərin fikrincə, Vaşinqtonun bu qərarı Tayvanın hərbi imkanlarını gücləndirmək üçün son
illərdə həyata keçirdiyi ən əhəmiyyətli cəhətlərindən biridir. Lakin Birləşmiş Ştatlar bu addım ilə Çinlə onsuz da kövrək olan münasibətləri daha da gərginləşdirmək riski yaradır. Birləşmiş Ştatlar ordusu Sakit Okeanın şərq hissəsində daha bir nəqliyyat vasitəsinə zərbələr endirib. Əməliyyatın narkotik qaçaqmalçılığı ilə mübarizə çərçivəsində keçirildiyini açıqlayan Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinin Cənub Komandanlığı bildirib ki, kəşfiyyat məlumatlarına əsasən gəmi Sakit Okeanın şərqində narkotik qaçaqmalçılığı üçün istifadə olunan marşrut üzrə hərəkət edib. Əməliyyat zamanı 4 nəfər narkotik qaçaqmalçısı öldürülüb deyə məlumatda bildirilir. Venesuela BMT Təhlükəsizlik Şurasından Amerika Birləşmiş Ştatlarının davam edən təhdidlərinə cavab olaraq təcili iclas keçirilməsini istəyib. Bu barədə Venesuela Xarici İşlər Nazirliyinə istinadən New York Times nəşri məlumat yayıb. Rəsmi Caracas Amerika Birləşmiş Ştatlarının beynəlxalq hüquq və BMT nizamnaməsini pozmaqda ittiham edib. Məlumata görə nazirlikdən BMT-yə göndərilən məktubda Birləşmiş Ştatlar prezidentinin bütün dünyanın gözü qarşısında Venesuelanın milli suverenliyini, ölkənin ərazi bütövlüyünü, siyasi müstəqilliyini pozduğu qeyd edilən məktubda Vaşinqtonun aqressiyasının beynəlxalq münasibətlərə xaos və dağıntı gətirdiyi də vurğulanıb. Bakıda ilk dəfə nəqliyyat axınının fasiləsiz hərəkətinə şərait yaradan ağıllı svetoforlar quraşdırılıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, bu məqsədlə iki xarici ölkənin mütəxəssislərlə birlikdə pilot layihəyə start verilib. Ağıllı svetoforlar yol üzərində yerləşdirilən sensorlar, kameralar və bəzən radar vasitəsilə hərəkət intensivliyini ölçür. Toplanan məlumat mərkəzi idarəetmə proqramına ötürülür və həmin proqram real vaxt rejimində hansı istiqamətdə svetoforun yaşıl işığının müddətinin artıb azalması ilə bağlı qərar verir. Ənənəvi svetoforlar sabit qrafiklə işləyir. Adaptiv sistem isə daim dəyişən vəziyyətə uyğunlaşır. Pik saatlarda nəqliyyat axını sürətlə artır. Ənənəvi svetoforlar bu artımı nəzərə almır. Nəticədə uzun növbələr yaranır. Adaptiv sistem isə avtomatik olaraq həmin istiqamətə daha çox yaşıl işıq ayırır. Qəza halında və ya yol bağlandıqda isə sistem dərhal vəziyyəti analiz edir, istiqamətlərin prioritetini dəyişir və yükün balanslaşdırılmasına şərait yaradır.